Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi tərəfindən ümumilikdə 94 layihə və elektron xidmət üzrə iş aparılıb. Onlardan 69-u təkmilləşdirilmiş, 25-i isə yeni hazırlanmış layihələrdir. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkbərov mətbuat konfransında məlumat verdi. Onun sözlərinə görə ötən il e-sosial portalından 17,2 milyon dəfə istifadə edilib. E-xidmətləri ümumilikdə 27,1 milyon müraciət olub. Bildiyiniz kimi 2019-cu ildən proaktiv xidmət mexanizminin tətbiqinə başlamışıq. 2025-ci il ərzində 258 min proaktiv təyinat həyata keçirilmişdir. Nazirlik tərəfindən göstərilən xidmətlərdən biri elektron arayışlarla bağlıdır. Cari il ərzində 711 min elektron arayış əldə edilmişdir. Elektron arayışın əldə edilməsi ilə bağlı təkmilləşdirmələr həyata keçirilmişik və bizim niyyətimiz burada təqdim edilən arayışların artıq qurumlar tərəfindən tanınması və səfirliklərlə bağlı əsas problem yaşayırıq. Burada səfirliklərlə bağlı da işlər aparırıq ki, səfirliklər də elektron sistemdən əldə edilən arayışı tanısınlar. Bu il bunun üzərində daha çox fokus alacağıq ki, səfirliklərə birbaşa sistem üzərindən arayışlar təqdim edilə bilsin. Kənan Əkbərov həmçinin bildirdi ki, 2026-cı ildə görüləcək işlər arasında süni intellektlə bağlı planlar nəzərdə tutulub. Həm vətəndaşlar, həm də daxili proseslərin rəqəmsallaşması üçün planlaşdırılan məsələlər var. Cari il ərzində çağrı mərkəzi üzərindən süni intellekt əsaslı voice botun istifadəyə verilməsi nəzərdə tutulub, onunla bağlı işlər aparırıq. Burada məqsəd ondan ibarətdir ki, vətəndaş artıq süni intellektlə danışaraq, danışıq vasitəsilə məlumatları da əldə edə bilsin. Hal-hazırda bunun üzərində işləyirik. Ümumi qeyd etdim, süni intellekt əsaslı həllərimizdən biri iDost platformasını biz bir müddət əvvəl istifadəyə verdik. Burada vətəndaş artıq bizim fəaliyyət istiqamətlərimizə uyğun olaraq sualların yazır və süni intellekt tərəfindən bu suallar cavablandırılır. İlkin olaraq pilot rejimdə istifadəyə verilib, tədricən bunun da imkanlarının genişləndirilməsi nəzərdə tutulub və hal-hazırda yetəri qədər istifadəmiz var. İndi istifadə olunan platforma ümumi əsaslarla, yəni sual-cavab məntiqi ilə işləyir. Biz hal-hazırda üzərində işlədiyimiz başqa bir variant isə fərdi məlumatların əldə edilməsi ilə bağlıdır. Məsələn, hər hansı bir şəxs iDost-da sual yazdıqda, məsələn, mənim pensiya kapitalım nə qədərdir, birbaşa sistemdən məlumatları əldə edə biləcək. Bu imkanların da üzərində hal-hazırda işləyirik. Mətbuat konfransında bildirildi ki, xüsusilə əlillik təyinatlarında süni intellekt təlləri sınaqdan keçirilir. Hazırda əlillik qrupunun avtomatik təyin edilməsi 90%-ədək ehtimalla doğru nəticə verir. Vətəndaşlardan daxil olan bütün müraciətlər vahid mərkəzdən idarə ediləcək və mərkəzləşdirilmiş şəkildə idarə olunacaq. Eyni şəkildə hesabat ilində pensiya təyinatı, yenidən hesablanması, tutulmaların avtomatlaşdırılması və digər sosial sığorta xidmətləri üzrə bir sıra yeni elektron funksiyalar tətbiq olunub.